Deyirlər, insan sözü üns sözündən götürülüb. İnsanın mahiyyətində ünsiyyətdir. Kimlə ünsiyyət? Səni xoşbəxt edəcək insanlarla ünsiyyət. O ünsiyyətdən insan qopanda bir müddətdən sonra insanın içində belə bir şey yaranır ki, mən nəyə görə yaşayıram? Bu sualı hamı özünə verir və nəticə bu olur. Heç nə üçün. Yəni məni qane etmək istədiyim bir sistem var ki, mən o sistemdə çalışıram və yorğunluq başlayır oradan yaranmağa, ruhani boşluq oradan başlayır yaranmağa və insan ondan sonra çökür. Mən tez-tez bu sözü eşidirəm. Elə bil ki, zaman gedir, mən ona çata bilmirəm. Elə bil ki, nəsə etməliyəm, ancaq bilmirəm ki, nə. Və bu yorğun insanın, o ruhunun bağırtısıdır ki, zaman gedir, mən nəsə etməliyəm, ancaq nə və işlərimi çatdıra bilmirəm. Bu ona görə deyil, sənin işin çoxdur. Bu ona görədir ki, sən to be rejiminə keçməmisən. Sən mənə nə lazımdır? Mən ümumiyyətlə kimdən oturub durmaq istəyirəm? Məsələn, mən bura yazaram hansısa dostum. Ancaq o dostumdan bir ildir mən görüşə bilmirəm. Ona görə ki, o mənim uşaqlıq dostumdur. Onunla görüşsəm mən keçmişin xatirələrini danışacağam. Mən onda özümü daha canlı hiss eləyəcəm. Onunla görüşmək to be olmaqdır. Ancaq mən ikinci rejimdəyəm. Mən to have-dəyəm. To have üçün həmin adam aktual deyil. Ona görə ki, onunla görüşəcəm. Mən özüm kimi olacağam. Mən burada nəyi itirəcəm? Burada önəmli bir şəxs var. Hansı klinikanın rəhbəridir. Mən onunla görüşsəm, bu gələcəkdə olan konfransım üçün hə deyəcək. Ona görə mən onun adını yazmışam. O dostum, hansı ki mənə həzz verəcəkdi onunla danışmaq, xatirələr bölüşmək, o qaldı 10-cu yerdə. Və ona vaxt çatmayacaq. İnsan olmaq böyük mülklərə və yaxud da maddi sərvətə sahib olmaq deyil də.